Mən 20 yaşlı gənc. Ev, universitet və avaraçılıq üçbucağında keçən həyat yaşayıram. Hər gün dostlarla görüşlər. Bu monoton həyatda nəyisə dəyişməli idim. Kitabların məni digər reallığa aparacağını eşitmişdim. Məncə bu görüşün artıq vaxtıdır. Bu dünyada heç nəyin məni yayındıra bilməyəcəyi, tanışların olmadığı bir yerdə lazım olan bir kitab. Daha nə istərəm ki? Gözlərim həmişə səni axtarır, tapılmayan səni. Mənə bir neçə saniyə yetərdi. Mən sənin içində bir işıq, bir sevgi gördüm. İndi sən mənə əlçatmaz qədər yaxınsan. Buruq saçları, inanılmaz üz cizgiləri, gülüşü, hərəkətləri. Görməlisən. Elə gözəl qızdı ki. Sanki nəfəsimi aldı, digər dünyadan gəlmiş bir insan kimi. Bu odur. Dərhal başa düşdüm. Mən onu gördüm və o gülümsədi. Çünki bilirdi. İnanırsan, o fərqli idi. Tam fərqli. Mənə çox yad bir həvəs oyatdı. Bəlkə də gülməlidir, amma mənim üçün bir başqa dünyadır. Bir qələm, bir də vərək. Qarşında nazlanıb yenə gülürsən. Bilsən gülüşlərin nəyə bənzəyir. Mən desəm artıqdır. Özün bilirsən. Kiçik ehtimal da olsa onu görmək istəyi məni yenidən ora aparırdı. Amma bu dəfə tək yox. Dostuma da ehtiyacım var məncə. Gəlsin. O da onu görməlidir. Və yəni həmin məkan, həmin kitab və o. O yenə öz füsunkarlığı ilə orada oturub. Ona deyə biləcəyim sözlər özləri qələmimi tapıb həkk olundular. Bu bir əsərə bənzəyirdi. Biz də əsərin qəhrəmanları. Kitabda necə də olsa bu həyatı fikirləşirdim. Sən mənə əksini göstərdin. Qələmim dayana bilmir. Dayanmaz belə. Sanki hər kəs nəyəsə baş verəcəyini başa düşürdü. Və yalnız mən səndən ilhamlanmış. Səni görürəm yalnız düşüncələrimdə. Düşüncələrimdə bu rəsmin sənə deyə biləcəkləri canlanır. Onun beynindən nə keçirdi görəsən? Mən səni görəndə sən gülümsədin. Çünki bilirdin. Kitabların mənə digər reallığa aparacağını eşitmişdim. Kitablar mənə digər reallığı bəxş etdilər. Kitablar bizə digər reallığı bəxş etdilər.